Zeytinin mövsümüdür, hər kəsində alır, turşusunu qoyur və s. Turşusunu qoyanda zeytinin potaş deyilən bir maddə var da, bilənlər bilir, onunla qoyurlar. Onunla qoymuyor, böyrəkləri məhv eləyir. Bu belə ya bıçaqla, ya da ki, nə ilənsə bir stəkanın arxası ilə belə vurub partladırsınız. 10 gün suyunu dəyişirsiniz, 10 gün, 15 gün, hər gün. İçinə də sonra limon atırsınız, olur bəhbə. Bu belə qaya duzu ilə. Qaya duzu əladır. Duzluysuz olur möhtəşəm. Duz belə olur. Daha doğrusu zeytun belə olur. Baxın. Yoxsa potaşla eləyib böyrəklərinizi məhv eləyir. Bir şey ki, bir günə zəhərini çıxardır. Ximkatdır da, yəni dərmandır. Nuş olsun, əhvalınız xoş olsun.